mən bu mübtəda sual verərkən sadəcə mən buradan Leylanı çıxardıb yerinə who istifadə edəcəm və cümlənin quruluşunu dəyişməyəcəm. Who saw a dog in the street? Kim küçədə it gördü? Baxın, Leylanın yerinə sadəcə mən who-nu qoydum. Gördüyünüz kimi cümlənin quruluşu dəyişmədi, eynən olduğu kimidir. Heç bir köməkçi fe'l əlavə etmədim, sadəcə Leylanın yerinə who qoydum. Və yaxud da ki, cansız bir mübtədası olan cümlə götürək. An accident happened yesterday. Dünən qəza baş verdi. An accident happened yesterday. Aha, accident nə baş verdi? Qəza. Baxın, sadəcə accidentin yerinə what yazacağam. Cansız olduğuna görə what və cümlə axırı sual qoyuram. What happened yesterday? Yəni cümləmizin quruluşu dəyişmir. Sadəcə what və yaxud da who əlavə edirəm